Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-nin efirində siyasi reaksiya verilişidir. Biz bugün gündəmin mövzularını deməzdim, çünki hər gün gündəmin mövzularını biz müzakirə edirik. Bugün ümumiyyətlə Azərbaycan cəmiyyətini narahat edən, bizi düşündürən məsələləri müzakirə etməyi nəzərdə tuturuq. Ona görə əvvəlcədən hamınızdan xahiş edirəm, yayımı bəyənib paylaşasınız. Eyni zamanda canlı chat bölümündə öz fikirlərinizi də mütləq yazın. Bizim bugünkü qonağımız Ümid Partiyasının sədri İqbal Ağazadədir. Hər vaxtınız xeyir İqbal bəy, xoş gəlmisiniz. Xoş gördük. İqbal bəy, öncə oradan başlayaq ki, bugün cəmiyyətdə belə bir fikirlər var ki, siyasi partiyalar zəifdir. Niyə zəifdir? Bir siyasi partiyanın da Azərbaycanda demək olar ki, bir sistemli partiya deyəndə elə Ümid Partiyası nəzərdə tutulur və digərləri də əlbəttə var. Bu partiyaların birində lideri sizsiniz. Niyə zəifdir siyasi partiyalar? Siyasi partiyaların güclü olması siyasi partiyaların özündən asılı deyil, cəmiyyətdən və cəmiyyətin siyasi institutlara yanaşmasından asılıdır. Bir neçə fundamental səbəb var. Əvvəla, qanunvericilik bazasında siyasi institutların mövqeyi zaman-zaman zəiflədildi. Xüsusilə 2002-ci ilin 24 avqust referendumundan sonra proporsional seçki sisteminin ləğvi və majoritar seçki sisteminə keçid siyasi partiyaların ətrafında insanların təmərküzləşmə prosesini bir qədər zəiflətdi. Amma ən başlıca səbəb bu deyil, başlıca səbəb biraz fərqlidir. 1988-ci ildən Azərbaycanda ictimai-siyasi prosesin dinamikası artdıqca baş var Ermənistan-Azərbaycan münaqişəsinin həlli və yaxud da Qarabağ ətrafında baş verən, cərəyan edən hadisələr idi. Və düz 2020-ci ilə qədər siyasi institutlar aşağı-yuxarı bu məsələləri gündəmə gətirdilər, danışdılar, vuruşdular, mövqe ifadə etdilər. Mən olsam belə həll edərdim, hakimiyyət nə isə həll etmir və s. və s. Seçici də bu ideolojinin üzərində kökləndi. Seçici də bu milli problemin ətrafında toparlandı, təmərküzləşdi və siyasi institutlara münasibət də biraz elə Qarabağa münasibətdən başladı. Hətta seçici o yerə qədər məsələnin biraz da eyfarik tərəfinə varır ki, ac qalaq, susuz qalaq, amma torpaqlarımız işğaldan azad olunsun və s. Hakimiyyətlə mübarizənin də içərisində əsas element və şüar buna söykəndi. Və beləcə Azərbaycanda protest elektoratının seçicinin daha çox məşğul olduğu bir milli problem ortaya çıxdı. 2020 və 2023-cü ildə müvafiq olaraq Azərbaycanın torpaqları işğaldan azad olunub və dövlət suverenliyi bərpa olunandan sonra bir anlıq bir boşluq yarandı. Uzun illər, 30 il müstəqillikdən də biraz əvvəl bu proseslər ətrafında öz fikrini, düşüncəsini, mübarizəsini formalaşdıran xalq birdən-birə milli problemi həll etmiş oldu və belə olan təqdirdə siyasi institutların cəmiyyətdəki mövqeyi və yeri zəiflədi. Əvvəla seçici tələblərini yeni müstəvidə formalaşdırmağı və siyasi institutlardan onu tələb etməyi bacarmadı. İkinci, siyasi institutlarda hələ yeni dövrə adaptasiya olmalı. Siyasi institutlar adətən seçici və cəmiyyət tələblərini yerinə yetirirlər. Seçici və cəmiyyət tələbi nədirsə, ona hansı mesajları verirsə, o problemlərin həlli istiqamətdə danışır. İndi Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra fərqli fikirlər ortalığa çıxmağa başlayır. Cəmiyyət problemləri çıxmağa başlayır ortalığa. Demokratiya məsələsi, insan haqları məsələsi, seçki məsələsi, onun ardınca iqtisadi, sosial vəziyyətlər, təhsil, səhiyyə, gənclik problemi və s. Bütün bunlar hamısı yavaş-yavaş formalaşır və seçici artıq yavaş-yavaş bu sualları siyasi institutlara ünvanlamağa başlayacaq. Amma hələlik bizim seçici biraz şükran seçicidir. Bizim seçici 2020 və 2023-cü ildə baş verən çox müsbət, pozitiv bir hadisə əslində. 200 ildən sonra baş verən bir pozitiv hadisədən sonra bizim millət biraz hakimiyyətin ali rütbəsinə, ali baş komandana Cənab İlham Əliyevə biraz da içində bir minnətdarlıq duyğusu, minnətdarlıq hissi var deyə hələlik siyasi institutlar ətrafında hətta olan problemlərə bəzən göz yummağa çalışır. Amma zaman keçdikcə, yəqin ki bu 2-3 il ərzində formalaşacaq, siyasi institutlara cəmiyyətin mesajları olacaq. Məsələn, mənim problemimi necə həll edəcəksən? Mənə uşaq pulu verəcəksən? Mənim sosial vəziyyətimi necə düzəldəcəksən? Pensiya yaşını neçə edəcəksən? Təhsildə hansı problemləri həll edəcəksən? Sağlamlığım, səhiyyə siyasətiniz necə olacaq? Gənclik siyasətiniz necə olacaq? Büdcəyə necə yanaşacaqsınız?
Neftdən asılılığı necə aradan qaldıracaqsınız? Korrupsiya və rüşvətxorluğa qarşı necə mübarizə aparacaqsınız? İnsan haqlarını necə qoruyacaqsınız? Məhkəmələrin azadlığını necə təmin edəcəksiniz? Hüquq mühafizə orqanları, cəmiyyət münasibətləri necə tənzimlənəcək? Cərimələrin miqdarını necə azaldacaqsınız? Bütün bu suallar yavaş-yavaş artıq seçicini məşğul etməyə başlayacaq. Seçici əvvəlki ənənəvi suallardan, Ermənistan-Azərbaycan münaqişəsini necə həll edəcəksiniz, torpaqları işğaldan azad edə biləcəksinizmi sualından artıq digər problemlərə, digər müstəvidəki çətinliklərə yönələn mesajlar soruşacaq, verəcək sənə və siyasi institutlar məcbur olub bunların artıq konsepsiyasını ortalığa qoymalı olacaq. Gəlin etiraf edək ki, çox az siyasi institut var ki, bugün konsepsiya və konseptual şəkildə problemlərə yanaşır. Yeri gəlmişkən qeyd edim ki, hələ keçən ilin fevral ayından Ümid Partiyası olaraq biz yeni dövrün başlanğıcını partiya üçün elan etdik və proqram partiyası olduğumuzu və bunları bildiyimiz üçün də bu mesajların nə zamansa yönləndiriləcəyini bildiyimiz üçün başladıq artıq öz proqramlarımızı cəmiyyətə təqdim etməyə. Bütün sferalarda cəmiyyət idarəçiliyindən tutmuş səhiyyə, sağlamlıq, təhsil, gənclik, gender bərabərliyi, ailə, qadın, uşaq problemləri, iqtisadi problemlər, büdcə, aqrar problemləri və s. Bütün bunların hamısını tezislər şəklində öz saytımızda da, o cümlədən sosial şəbəkə segmentində də yaymağa başladıq. Bizim partiyanın saytında da bunlar hamısı var, yerləşdirilib proqramlarımız. Bax, onda cəmiyyətdə siyasi institutların yeri və rolu möhkəmlənəcək. Təbii ki, bunun yanında biraz da qanunvericilik bazasını möhkəmləndirmək lazımdır. Qanunvericilik bazası möhkəmləndirilməlidir ki, o qanunvericilik bazasının içərisində siyasi institutların yeri və rolu qabarıq ortaya çıxsın. Yəni, proporsional seçki sisteminin bərpasıdır, bələdiyyələrin statuslarının genişləndirilməsi və iri şəhər bələdiyyələrinin başçılarının xalq tərəfindən seçilməsi və siyasi institutların bu seçkilərdə iştirakının təminatı, demokratik seçki təminatı, insan haqlarının qorunması və s. Bütün bunlarda hamısı gələcək üçün siyasi partiyalarda prioritet olacaq. Amma bugün prioritetlər hələlik Ermənistan-Azərbaycan münaqişəsi, ondan keçdiyimiz yol qələbə və o qələbədən də doğan bir yeni dövrdür və bu istiqamətə hələ seçici özünü körükləyə bilməyib, seçici özünü bu istiqamətdə hələ hazırlaya bilməyib. Bayaq da qeyd etdiyim kimi, biraz da şükran seçici olduğuna görə, Azərbaycan vətəndaşları şükran vətəndaşlar olduğuna görə, biraz da həm də Ali Baş Komandana, Prezident Cənab İlham Əliyevə, biraz da o minnətdarlıq duyğusunun fonunda ki, hər kəs 200 illik bir problemin həlli istiqamətində atdığı addımlara görə biraz bunu aşağı-yuxarı idarə etmədə nə problemlər var, üzərindən sərbəst şəkildə keçə bilir. Hətta kim eləyirsə, deyir ki, bu boyda məsələlər həll olunub və biraz da haqlıdır bu məsələlərdə. Cəmiyyət biraz ona zaman, vaxt tanımalıdır. Ona görə hesab edirəm 2-3 il ərzində artıq bunlar formalaşacaq yavaş-yavaş. Çünki ölkədə də proses gedir. Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra qarşımızda çox böyük problemlər durur. Xüsusilə Qarabağa qayıdış ən möhtəşəm layihələrdən biridir və bu ərazi tikilməlidir, bu ərazi qurulmalıdır, bu ərazidə quruculuq işləri ilə yanaşı insanların geri qayıdışı təmin olunmalıdır. Bu çox ağır prosesdir. Bu sadə proses deyil. Bu prosesin içərisində o qədər mürəkkəbliklər var ki, mina qorxusundan tutmuş adi meşə zolağının məhv edilməsinə qədər hər şey var. Mən yaşayış binalarının olmamasını, infrastrukturun tamamilə çökməsini və s. demə. Bir xarabalıq bir yerdə bugün yeni Qarabağ tikilir. Yeni Qarabağ düzəldilir. Və o cümlədən də elə işğaldan azad olunmuş, amma dağıntıya məruz qalmamış Xankəndində də, Ağdərədə də, Xocavənddə də, Hadrut, Əsgəranda da çox ciddi problemlər var. Hadruta niyə insanlar yerləşdirilmir İqbal bəy? Yerləşdiriləcək zaman var. Yəqin ki, hakimiyyətin bu istiqamətdə düşünmürəm ki, hər hansı bir plan olsun, amma Hadrut bizim həm də hərbi bazanın əsas hissələrindən biridir. Bilirsiniz, ona görə də yerləşdiriləcək, orada insanlar yerləşdiriləcək. Ümumiyyətlə bir müxalif partiya təmsilçisi kimi, bir müxalifətçi kimi siz hazırda Qarabağda yenidən qurmanı və qayıdışı necə görürsünüz, necə şərh edirsiniz? Bilirsiniz, nə qədər desəniz mənfiliklər, nə qədər desəniz əyərəşkiliklər demək olar, saymaq da olar, biraz da pafosdan da çıxış etmək olar, lakin reallıqlara baxaq. Məsələn, Ağdamda bu günlərdə açılış oldu. Tutaq ki, Cəbrayılda, Füzulidə və s. Birimiz deyirik, iş yeri yoxdur, əvvəlcə iş yeri təmin olunmalıdır. Birimiz deyirik ki, evlər biraz fərqli şəkildə tikilməlidir. Birimiz deyirik, köhnə qaydada bərpa olunmalıdır. Hökumət məncə bundan bağlı
öz proqramı ilə yanaşı cəmiyyəti də dinləməlidir. Siyasi institutları, qaçqınları da dinləməlidir. Mən bir dəfə statistik bir məlumat səsləndirmişdim. Azərbaycanda keçən 30 il ərzində qaçqınlar üçün 300 min ev tikilmişdi dövlət tərəfindən. Amma qaçqınlar özləri 400 min ev tikmişdilər özlərinə və demək olar ki, 400 min adam özünü mənzillə təmin etmişdi. İndi bu imkanları denemək lazımdır. Əslində bu fürsətləri qaçqınlara da, məcburi köçkünlərə də tanımaq lazımdır ki, kim evinin bərpa olunmasını istəyir. Bu demək deyil ki, sistemsiz şəkildə dağılıq. Məsələn, kəndlər var, tutaq ki, 7 evlik, 8 evlik, 10 evlik kəndlər var. Təbii ki, bu kəndlərin mütləq birləşdirilməsi lazımdır. Çünki əks təqdirdə o infrastruktur üçün milyardlarla vəsait, 100 milyardlarla vəsait lazım olar. Təbii ki, orada bir təmərküzləşmə olmalıdır. O təmərküzləşmənin nəticəsində də gələcək əhalinin yaşayışı təmin olunmalıdır. Azərbaycan kəndləri bugün Qarabağı qoyduq qırağa. Azərbaycanın digər kəndləri, özəlliklə yardımın istiqamətində, Lerik istiqamətində və yaxud da digər dağ və yaxud da dağətəyi rayonlarımızda niyə əhalinin böyük əksəriyyəti Bakıya axın edir? İş yerlərinin olmaması, yaşayış minimumunun və şərtlərinin ağır olması. Yaşayış minimumu niyə ağırdır? Fərz edək bir kənddə 50 ailə yaşayır. 50 ailənin yaşadığı bir kənddə hər hansı bir infrastrukturun və yaxud da məişət obyektlərinin işləməsi qeyri-mümkündür. Çayxana işləməyəcək, rentabelli olmayacaq, vulkanizasiya işləməyəcək, maşın təmiri üçün yer işləməyəcək, dəlləkxana işləməyəcək, nə bilim, qadın salonu işləməyəcək, bir mağaza yetərli olur, bəzən artıq mağazalar olmur, restoran işləmir, kafe işləmir, çayxana işləmir. Nəticə nə olur? Əhalinin böyük bir hissəsi, kənd təsərrüfatı torpağında işləməyənin böyük bir hissəsi, xüsusilə bu sahələrdə çalışmalı olan adamların hamısı kəndi tərk etməli olur. Bunun üçün kəndin bazasını elə təşkil etmək lazımdır ki, kənddə kənd təsərrüfatı sektoru ilə məşğul olanlarla yanaşı bu infrastrukturu yarada biləcək və bu infrastrukturda işləyə biləcək insanlar da olsun. Bunun üçün təmərküzləşmə mütləq vacib şərt kimi lazımdır. Amma təbii ki, yenə deyirəm, hakimiyyətin etdiklərinə yanaşı məcburi köçkünlər də dinlənilməlidir bu istiqamətdə. Nələrə özümüz eləyə bilərik, nələrə özümüzün gücümüz çatar, dövləti hansı yükdən azad etmək mümkündür və s. Amma hesab edirəm ki, ümumilikdə artıq kifayət qədər insan var. Təkcə Xankəndində bugün 8 mindən yuxarı adam yaşayır. Bu tələbələr də var. Bu kifayət qədər böyük rəqəmdir. Füzulidə var, Zəngilanda var, Cəbrayılda var, Ağdamda artıq. Yeri gəlmiş ki, ata yurdunuza getdiniz. Orada vəziyyət necədir Füzulidə? Füzulidə rayon mərkəzində artıq başlayıb, o cümlədən də iki böyük kompleksdə, həm Dövlət Yarlı kompleksi, həm Dədəli kompleksinin tikintisinə cənab prezident təməl atma edib. Yəqin ki, onlar da başlayacaq. Digər kəndlər də 2026-cı ilin proqramına düşüb. Amma mənim ata yurdumda mən bir dəfə yazmışdım ora ilk səfərimdən sonra, hələ 20-ci ildə yazmışdım ki, bu kənd mənim gördüyüm kənd deyil. Burada mənim xatirəm də yoxdur artıq. Cığır belə yoxdur. Yol belə yoxdur. Getdiyimiz yol belə yoxdur. Bir bildiyimiz Füzulinin ən qədim məscidlərindən biri olan kənd məscidi yerində idi. Orada da ermənilər də onu saxlamışdı. Qəbristanlıq demək var ki, tamamilə dağıdılmışdı. İndi qəbirlər... Nə planınız var evinizlə bağlı orada? Mən hökumətin planından kənar heç bir addım atmayacağım. Mən onunla bağlı da tələb irəli sürüb. Çox könül istər ki, o planımızı versinlər, desinlər, gedin evinizi yerində tikin. Çox istərdim belə olsun. Çünki orada ən azı o xatirəni yaratmaq mümkün. Amma olmayacağı təqdirdə hökumətin bizim kəndlə bağlı və yaxud da başqa bir kəndlə bağlı vahid bir strategiyası olacaqsa, mən onu çox böyük məmnuniyyətlə qəbul edəcəm. Əsas olan torpaq bizdədir. Nə fərqi var? 5 metr o tərəfdə yaşadım, 5 metr bu tərəfdə yaşadım. Amma təbii ki, məcburi köçkünlərin də hüquqlarının qorunması istiqamətində ciddi addımlar atılmalıdır. Özəlliklə torpaq islahatı həyata keçirilməlidir. Artıq bu istiqamətdə 5 hektardan icarəyə götürülmək, güzəştli icarəyə götürmək, bir qədər kənar şəxslərin məcburi köçkünlərdən kənar 50 hektarın icarəyə götürülməsi üçün artıq imkanlar tanınıb. Artıq bu yavaş-yavaş hesab edirəm ki, torpaq islahatına doğru aparır. Əziz dostlar, dəyərli izləyicilər, yayımımızı bəyənib paylaşmağı, eyni zamanda mənim İqbal bəyə verdiyim suallara siz də öz cavablarınızı, öz fikirlərinizi canlı chat bölümündə, eləcə də videonun altında yaza bilərsiniz. İqbal bəy, bu yaxınlarda bilirsiniz ki, 9 may faşizm üzərində qələbənin 80 illiyi qeyd olundu və nədənsə bilmirəm, bugün yayılıb bu görüntülər. İmişli rayonunda keçirilən tədbirdə, bəli, SSR bayrağı qaldırılıb və çıxış edən orada İmişli rayon ağsaqqallar
Şurasının sədrinin üzərində də Georgi lenti əks olunub. İstəyərdim bu haqda sizin fikirlərinizi alaq. Bilirsiniz, biz hələ çox təəssüflər olsun ki, SSR-nin bu xalqa, Rusiyanın bu xalqa vurduğu ziyanların miqyasını hələlik tam şəkildə dərk edə bilməmişik. Biz dərk edə bilməmişik ki, o bayrağını qaldırdıqları SSR-i bugün mübarizə apardığımız Zəngəzuru bizim əlimizdən alıb. Azərbaycan torpaqlarını bölüb, parçalayıb, Azərbaycan torpaqlarının yerində bir Ermənistan yaradıb. Biz bilmirik ki, bilmək istəmirik daha doğru ki, 37-ci ildə 10 minlərini Azərbaycanın ziyalısını, düşünən insanlarını, aydınlarını o rejim repressiyaya uğradı, o rejim məhv edib. Və çox təəssüflər olsun ki, onun həsrətini çəkən çox adam var. Və ən böyük yanlışlıq ondadır ki, küçədə, rəsmi dövlət yerlərində və s. ana dilinə münasibət olduqca pisləşib. Və bugün az qala küçədə gedəndə hər bir ananın, hər bir atanın öz uşağı ilə rus dilində danışdığını görürük. Nədir bu? Milli dilə, öz ana dilinə, doğma dilinə, bu qədər şirin, bu qədər axıcı olan bir dilə bu münasibət nədən qaynaqlanır? Dövlət bu siyasətə əl qoymalıdır. Dövlət bu siyasəti dəyişdirmək üçün kifayət qədər ciddi addımlar atmalıdır. Bəli. Həm məktəblərin sayı kifayət qədər azaldılmalıdır yavaş-yavaş və bir dəfə də qeyd etmişəm, konstitusiyada başqa dövlətin dilini tədris edən məktəbin və yaxud da bölmənin olması qanuna ziddir, konstitusiyaya ziddir, Azərbaycan qanunlarına ziddir. İqbal bəy, bu mövzudan uzaqlaşmayaq, çox xahiş edirəm, çünki bu önəmlidir. Xəbər var ki, bu çıxış edən Salih Səmədovdur, rayon Ağsaqqallar Şurasının sədri. O bildirib ki, burada heç pis bir şey yoxdur. Bunun nəyi pisdir, SSR kimi böyük dövlət olub, onun bayrağıdır. Salih Məmmədov sonda jurnalistləri təhqir edib. İkinci, bunun sizə nə aidiyyatı var, boş-boş işlərlə məşğul olursunuz. Mövzu ilə bağlı Yeni Sabaha danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev bildirib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır. Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon Ağsaqqallar Şurasının sədri sancıb. Hazırda bu barədə araşdırma aparılır, lazımi tədbirlər görüləcək. İstəyərdim bu məsələyə heç bir tədbir görülməyəcək. Bilirsiniz, bunu psixologiyadan silmək lazımdır. Sarxanlı kəndində o dediyiniz Ağsaqqallar Şurasının sədri onu qaldırmadı. Bunun düşüncəsində var bu, bunun qafasında var, bunun baxışında var. Bu SSR-nin həsrətini çəkəndir. Bu özünü hələ SSR vətəndaşı hesab edir. Bu özü hələ Moskvaya minnətdar hesab edir. Bu elə bilir ki, bütün Azərbaycanın fəaliyyətini çox eybəcər də misallar, müqayisələr gətirirlər ki, baxın biz Rusiyanın tərkibində olduq, bizdə savad dərəcəsinə baxın, İranın tərkibində olan Güney Azərbaycan onların savadına. Siz biraz da fərqli yerdən baxın. Azərbaycan müstəqil dövlət idi, Cumhuriyyət qurmuşdu 18-ci ildə. 20-ci ildə o məhv olmasaydı biz indi haradaydıq? Bəli. Necə ola bilərdi? İkinci də, faşizm üzərində qələbənin təbii ki, anlamı var dünyada bir faşist rejimin məhvi üçün kifayət qədər dövlətlər və adamlar mübarizə apardı, qurbanlar oldu. Lakin o faşizm üzərində qələbə üçün SSR-yə və Rusiyaya nə qədər minnətdar olurlarsa, o qədər də Azərbaycana minnətdar olmalıdırlar. Çünki Azərbaycan həm insan potensialı ilə az da olsa, insanı az da olsa, insan potensialı ilə 600 mindən yuxarı insan iştirak edib, həm də benzinin 93%, yağın, fantastik rəqəm. Bəli, neftin 70-90%lik arada faizlə Azərbaycan təmin edib. Siz bizə minnətdar olun. Faşizm üzərində qələbə dünya üçün bir uğurdursa, o uğurun içərisində Azərbaycanın payına qədərdir. Bizim neftimizi Rusiya çıxartmırdı ki. Bizim neftimizi Rusiya bizdən əvvəl, yəni SSR-dən əvvəl Azərbaycanda neft çıxmırdı, çıxırdı və dünyaya da açılırdı yavaş-yavaş. Və dünyada artıq burada sənaye şəhəri qurmuşdu Bakıda, bir neft sənayesi qurulmuşdu burada. Bizim hesabımıza qalib gəldiniz. Bizim neftin hesabına qalib gəldiniz. O cümlədən insanlarımız orada getdi. Dünyasını itirən hər bir insan bizim üçün dəyərlidir. Mənim böyük əmim də 2-ci Dünya müharibəsində itkin düşüb. Lakin bütün bunlarla yanaşı biz SSR-nin həsrətini çəkməməliyik. Əgər SSR olmasaydı, biz Cumhuriyyət olaraq indi Allah bilir haralardaydıq. Bəli. Bizim 37-ci il aydınlarımız bu millətə hansı yol göstərmişdilər, bu millətdə necə oğullar, necə insanlar tərbiyə eləmişdilər. Bəli. Biz bunun fəlsəfəsinə varaq, biz bunun daha dərinliyinə gedək, biz deyək ki,
37-ci ilin o ziyalıları, o milləti, xalqı düşünənləri repressiya qurbanı olmasaydı və yaltaq ədəbiyyatın, yaltaq sənətin, yaltaq münasibətlər sisteminin formalaşmasında iştirak edənlər gələcəkdə yeni insan tərbiyə etməsəydilər, biz fərqli böyüyərdik axı. Heç bizim bugün bu Zəngəzur problemimiz yox idi. Bugün biz Yox idi, SSR olmasın. 20 milyon idik. 20 milyon idik. Yəni bütün bunların hamısını nəzərə almalıdılar. Bunun hamısını düşünməlidirlər və yenə deyirəm, SSR bayrağının qalxmaması üçün, SSR, Moskva, Rusiya həsrəti ilə yaşamaması üçün mütləq və mütləq dövlətin atmalı olduğu bir sıra addımlar var. O məktəblərdən tutmuş münasibətlər və dil sisteminə qədər. Bir dənə normal Azərbaycan dilində danışan stüardessa, bir dənə operator rast gəlməzsən. Evet. Hamısı qolun qanadın qıra-qıra Azərbaycan dilində danışırlar. Niyə axı, dostlar? Nədən ötürü? Pisdir mi bu Azərbaycan dili? İfadə edə bilmirmi insan fikirlərini, düşüncəsini, özünü bu dildə? Kifayət qədər var. Kifayət qədər var. Biz nə etməliyik? Dilimizi daha necə təbliğ etməliyik ki, sənin gözün orada burada olmasın. Sənin bugün içini, ruhunu, sənin bugün dilini işgal ediblər. Çıxın, mən hər akşam bilirsiniz, yürüyüşdə Akşehir bulvarında gəzirəm. 3 adamdan ikisi Rus dilində danışır. Mən dəhşətə gəlirəm. Təəssüf ki, belə. Dəhşətə gəlirəm sadəcə. Kim yaradır bu şəraiti? Niyə yaradırlar bu şəraiti? Biz bunu dəyişməyi bacarmalıyıq. Jurnalistlərimizin, televiziyalarımızın bu iş istiqamətdə ata biləcəyi addımlar olmalıdır, trend olmalıdır. Gənclər, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları bununla bağlı tədbirlər keçirtməlidirlər. Ana dilimizi sevək adlı broşurlar, trendlər yaradılmalıdır. Sosial şəbəkə segmentində bununla bağlı istifadə etməliyik. Yad sözlərdən dilimizi qurtaraq trendi keçirtməliyik. Öz dilimizdə danışaq trendi keçirtməliyik. Yaratmalıyıq bu trendləri. Zaman-zaman artıq təbliğat üçün metro stansiyalarında, qatarlarda, gəzinti yerlərində, insanların kütləvi olduğu mollarda, satış mərkəzlərində bütün bunların hamısını təşkil etmək lazımdır. Vətəndaş cəmiyyəti bununla məşğul olmalıdır. Jurnalistika buna dəstək verməlidir. Siyasi institutlar bu istiqamətdə addım atmalıdır. Biz mədəni formada yavaş-yavaş işğala doğru gedirik. Dilimiz işğal olundusa, düşüncəmiz işğal olunacaq yavaş-yavaş, fikirlərimiz işğal olunacaq. Bəzən çox bəsit misallar söyləyirlər. Vətəni sevmək üçün, milləti, dövləti sevmək üçün dil bilmək vacib deyil, başqa dillərdə danışıb sevə bilərəm. Misallardan birində mən deyim İqbal bəy, yəni bunu da tez-tez istifadə edirlər. Siz Cümhuriyyətə toxundunuz ki, Cümhuriyyəti quranların özünün də elə əksəriyyəti rus dilində təhsil almışdılar. Bax, bunu da deyənlər var. Elə Əhməd bəy Topçubaşov olsun, Əhməd bəy oğlu olsun və digərləri bizim o ziyalılar. Harada təhsil alıydılar? Fransada mı? İmkan yox idi. Fransada da almışdılar. Az alanı var idi. Bəli. Ən yaxını buradaydı və ən yaxın da orada. İndi dəyişib axı dünya. O dünən idi. Dünən idi, o qafadan, o düşüncədən çıxıb bir cümhuriyyət qurdular. Siz də o dili bilirsinizsə çox gözəl, biz də o dili bilirik. Hələ farsça da bilirsiniz. Bir başqa dillər də bilirik. Amma məsələ bundadır ki, axı bu əsas vermirsən öz dilində danışmayasan. Sən niyə danışmayasan Azərbaycan dilində? Nə ifadə edə bilmirsən? Nə ifadə edə bilmirsən? Siz öz ədəbiyyatımızda mı o şeirləri, o sənət əsərlərini görmürsünüz? Ola bilsin ki, zəifdir. Hansısa bir ədəbi nümunə zəifdir. Rus, Dostoyevskinin əsərlərindən, Tolstoyun əsərlərindən, nə bilim, kimlərin əsərlərindən. Lakin, axı bizim də sevinməli əsərlərimiz var. Çoxdur, həm də. Yeseninin şeirini sevdiyin qədər. Müasir Yeseninləriniz var sizin. Musa Yaqubu sev, Ramiz Rövşəni sev, Vaqif Bayatlını sev, Salam Sarvanı sev. Bəli. Sev də bunları. Niyə özümüzə dəyər verə bilmirik? Özümüzə biz dəyər verə bilmirik. Çox təəssüflər olsun ki. Çoxdur bizim Akşinin şeirlərini sev. Bəli. Elə bax, Salam Sarvanı dediniz. Salam Sarvan mənə belə... Ayaz Arabatçını sev. Ayaz Arabatçı. Müasir dövrümüzün ən gözəl şairləri deyib bunlar. Niyə biz bunları, doğrudan da niyə özümüzünkiləri sevə bilmirik? Sevin də bunları. Niyə sevmirsiniz? Bundan ötürü mütləq. Nəyi pisdir? Jdi меня, jdi, я вернусь.
Bunun alternatifi yoxdur mu Azərbaycan dilində? Gözləməni gözlə. Bunun alternatifi yoxdur mu Azərbaycan dilində? O qədər gözəl şeir var. Bəli. O qədər. Təəssüf. Çox təəssüflər ki, biz dilimizə, özümüzə Kimdir günahkar? Hamımız. Başda hakimiyyət olmaqla ziyalılar, jurnalistlər, partiya sədrləri, vətəndaş cəmiyyəti institutları və digərlər. Hamımız günahkarıq. Amma ən böyük günah hakimiyyətin üzərində. Hakimiyyət bu istiqamətdə sistemli fəaliyyət göstərməyi bacarmalı. Məsələn, İqbal bəy, diqqətimi çəkən bir şey var. Baxıram, Həsən Həsənovun Birinci Respublikaya doğru belə bir kitabı var. Ola bilər adını səhvdim, yeni başlamışam oxumağa. Orada baxıram, digər millətlərin, nümayəndələrin hər birinin, hələ o dövrdən danışıram, soyadları, misal üçün, Rusunki Ruscadır, Erməninki Ermənicədir. Onda belə bizim soyadlarımız yenə Ruscadır. Və indi üzərindən bu qədər illər keçib və yenə də baxıram ki, biz soyad sonluqlarında insanlarımızı maarifləndirə bilmirik. Məsələn, mən özüm yaxın adamlarımdan götürürəm. Məsələn, familiyası tutalım da, məsəl üçün, filan Kəsovdur. Deyirəm, bunu ov niyə eləyirsən? Get bunu lı elə. Deyir, yox, məni hamı belə tanıyır. Bu soyad sonluq deyir. Bax, bunun özü də bizim ciddi problemimiz. Yəni, millət olaraq ki, bizim soyad sonluğumuz hələ tam hökumət bu deyil. istiqamətdə bir sistemlə addım atsa, hamı o addım atacaq. Hamı o addım atacaq. Ona görə deyirəm, günahın böyük əksəri hökumətdədir. Hökumət qərar verib də yeni doğulan milli soyad qərar vermək yox. Biraz da nümunə, biraz da israr, icra üçün biraz da fərqli addımlar atılmalıdır. Hökumətin bu qədər dəstəklədiyi qeyri-hökumət təşkilatları var. Niyə o qeyri-hökumət təşkilatlarına verilən qrantların içərisində ən azı 30% yazmır ki, milli dilin qorunması və milli dilin təbliği? Niyə yoxdur? Öz dilimizdə danışaq şüarı ilə niyə trendlər yaratmırlar? İstəsələr yaradarlar. İstəsələr edərlər bunu. Hakimiyyətin bir ünlü adamı bu trendə qoşulsa, hamı dalbadal qoşulacaq. Toylarımız, restoranlarımız bugün 2 mahnıdan birini qolun, qılçasın, qabırğasın qıra-qıra Rus dilində oxuyurlar. Bəli. Niyə? Sənin milli musiqin o qədər mi pisdir? Çestuşkadan o tərəfə keçəcək bir şey yoxdur. Sənin muğamın var, sənin lirik mahnıların, bəstəkar mahnıların var, sənin şanson musiqilərin var. Hər şeyin var sənin. Sənin musiqini erməni oğurlayıb öz musiqisi kimi təqdim edir, sən də Rusun küçə musiqisini oxuyursan toylarında. Niyə? Nədən ötürü? Nədir bu sevgi? Nədir bu tərbiyə? Nədir bu düşüncə? Nədir bu təfəkkür? Nədir bu məişət? Kim formalaşdırır bunu? Niyə formalaşdırır bunu? Bax, bunları düşünmək lazımdır. Bunlar dəyişilməlidir. Və bu cəmiyyət problemlərini hesab edirəm ki, sualınızın əvvəlində siyasi institutlara verdiniz. Cəmiyyət bu sualları və bu mesajları cəmiyyətə, siyasi partiyalara verəcək, siyasi partiyalardan onlara cavab və yanaşma istəyəcək. Yavaş-yavaş, yenə deyirəm, bizim o Qarabağ problemindən sonraki mərhələ əslində biraz da bu mərhələdir. Əziz dostlar, dəyərli izləyicilər, yayımı bəyənib paylaşmanızı xahiş edirəm. İqbal bəy, ötən həftə üzr istəyirəm, televiziyaların birinə verdiyiniz müsahibədə bir çıxarış trend oldu. Hər yerdə paylaşılır bunun haqqında. Bu ilahiyyatçı Elşad Miri ilə bağlı səsləndirdiyiniz fikirlər oldu. Mən izlədim ki, bu fikriniz çox ciddi müzakirələr səbəb olub. Hətta sizi ciddi tənqid atəşinə tutanlar var. Təqdir edənlər də çox. Təqdir edənlər daha çoxdur. Hətta mən diqqət elədim ki, sizi o tənqid edənlərin videoların altında rəylərə hər kəs dəstəkləyirdi. Mən, misal üçün, mənim özümə də maraqlı idi ki, insanların fikri necədir? İnsanlar dəstəkləyirdilər. İstəyərdim biraz daha açasınız. Niyə Elşad Miri? Elşad Miri deyil məsələ. Məsələ deyilən fikirdir. Onun dediyi Elşad Mirinin dediyi fikirlərdir. Dəfələrlə qeyd etmişim. Bir millətin evini yıxan, bir cəmiyyəti fəlakətə sürükləyən xurafatdır. Bəli. Zehniyyət geriliyidir. Orada müsahibədə qeyd etmişdik. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, razılığı ilə Babasil duası kitabı çıxardılar. Nə deməkdir bu? Bu faciə deyilmi? Bu xurafat deyilmi? Bundan o tərəfə yoxdur. Bundan əvvəl, inək doğmamışdan əvvəl boğazına süd duası asardılar. Ki, südü yaxşı olsun. Ayıbdır. 21-ci əsrdə yaşayırsınız.
Sizi bir cahil alladır. Siz də o cahilin arxasınca düşürsünüz. Mən də deyirəm, dinə savadlı yanaşın. İslam dini, İslam dininin qayda qanunları insanlara yaxşı şeylər öyrədir, elm öyrədir, təhsil öyrədir. Daha ondan çıxış edərək, onu 100 dona salaraq, ondan pul qazanmağa, qrup yaratmağa, dəstəkçi aramağa sərf etməyin o zamanlar və insanları da bura sürükləməyin. Buradan yola çıxmayın. Qulaq asırsınız İranın cəhalət mollalarının danışdıqlarına. Ayı deyil insanın belin qırır bilirsiniz tutanda. Birin ayı tutur, hiss edir ki adamın beli qırılacaq. Deyir ya Əbəlfəz, ayı Əbəlfəz adını eşidən kimi çıxır gedir. Bu cəhalətlə Həzrət Abbası da, Əbülfəzi də, o birisini də, Əhl-i Beyti də hörmətdən salırsınız. Ağlı başında olan adam ayı nə bildi, Əbəlfəz nə deməkdir? Nə deməkdir bu? Hansı əsrdə yaşayırsınız? Mirzə Cəlil 20-ci əsrin əvvəlində yazmışdı. Bəli. İndi də ölülər tamaşasına əl çalırlar, amma soruşsan yenə həmin təfəkkür. Yenə də həmin təfəkkürdən. Biz bunu təbliğ edirik. Elşad Miri də bunları deyir. Deyir ki, Allah'a inanmaq istəyirsənsə, Allah'a şərik qoşma. Allah'a inanmaq istəyirsənsə, göndərdiyi kitabı doğru dürüst oxu. Doğru dürüst təhlil elə. Doğru dürüst yanaş. Oradan sənə lazım olan formada hədis düzəltmə. Sənə lazım olan formada fikir çıxartma. Doğru dürüst şeylər çıxardı oradan. Allah insana pis şey buyurmayıb. Her şey güzel buyurulub. Her şey güzel buyurulub. Niye bu güzellikleri yerine getirmirsiniz? Neden? Mesele bundadır. Çok təəssüflər olsun ki, biz sürətlə cəmiyyət olarak bölünməyə doğru gedirik. Bir tərəfdə cahillik və xurafat, o bir tərəfdə də liberalizm və həddən artıq aşırı liberalizm, ultraliberalizm. Doğru deyirsiniz. Və bu cəmiyyət toqquşacaq, dostlar. Mən nə deyirəm? Mən deyirəm, dini də doğru təbliğ edin, liberalizmi də. Geyimində liberal olanlar, hərəkətlərində liberal olanlar, düşüncəsində ən pis, ən mühafizəkar adamlardır. Soyunmaq deyil liberalizm. Çılpaq gəzmək deyil liberalizm. Liberalizm, bütün düşüncələrlə, bütün geyimlərlə, bütün adətlərlə, bütün mədəniyyətlərlə yanaşı yaşamağı, yanaşı addımlamağı bacarmaqdır. Budur liberalizm. Yoxsa liberalizm, mən soyundum, liberalam. Milyon dəfə qeyd eləmişəm. Başqasının azadlığı başlayan yerdə öz azadlığından keçə bilmirsənsə, sənin azad insan haqqındakı düşüncən sıfıra bərabərdir. Çox təəssüflər olsun ki, biz azadlığın sui-istifadəçisiyik. Biraz TikTok'da, sosial şəbəkənin digər segmentlərində azadlıq var, sui-istifadənin halını görürsünüz. Dəhşətli bir vəziyyətdir. Dəhşətli bir eybəcərlikdir. Yəni bir ailə üzvünün yanında ora açıb girə bilməzsən, səsli ki, birdən biri söyüş söyləyəcək. Bax, azadlığın sui-istifadəçiləriyik, biz oradan başlayır. Biz nəhayət özümüzü tərbiyə etməliyik. Biz başa düşməliyik. Biz hamını qəbul etməliyik. 21-ci əsrdə yaşayırıq biz. Biz bütün geyimlərlə, mədəniyyətlərlə, filanlarla yanaşı, bir öz sifətimiz, öz simamız, özümüzün millət olaraq, adət-ənənəmiz, bunu normal yaşatmağı bacarmalıyıq. O adət-ənənənin içərisində dəfələrlə demişəm. O adət-ənənə bu millətin formalaşmasında İslam kənarda deyil. Bizim bayrağın rəmzlərində 3 rəng var, özür istəyirəm, bərabərcə bölünüb. Bəli. Türkçülükdür, müasirlikdir və İslamdır. Mən İslamın 33%'ni içimdə, ruhumda daşıyıram. 33%'ni türkçülüyümdə daşıyıram. 33%'ni mən müasirliyimdə daşıyıram. Mən bunu doğru dürüst istifadə etməliyəm. Nə onu tam şəkildə müasirliyə bürüyüb, nə onu tam şəkildə türkçülüyə bürüyüb, nə də İslama bürüyüb də gəzə bilmərəm. Çünki biz dünyadan təcrid olunmuş şəkildə yaşamırıq. Biz onun sintezini düzəltməliyik. Və onun sintezi o qədər gözəldir, bayrağımız qədər gözəldir. Nə qədər üç rəngli bayrağımız gözəldirsə, insan o üç xüsusiyyətin üçünü də, üç tipin, söhbət burada talışın, ləzginin, avarın, kürdün və s. də haqqından girməkdən getmir. Onlar da Azərbaycanın da əslində o türkçülüyün deyil təkcə, elə bütövlükdə Azərbaycançılığın rəmzidir. Bəli. Onun bayrağımız nə qədər gözəldirsə,
Bayrağımız o üç renkli ilə, hilalı ilə nə qədər möhtəşəmdirsə, insanımız da o üç keyfiyyətləri özündə birləşdirəndə o qədər gözəl olur. İqbal bəy, bu dediklərinizi zamanında, son elə bil 200 ildən söhbət eləyək də, zamanında bir çox ziyalılarımız deyib, son 100 ildə Mirzə Cəlil də deyib, Sabir də deyib, Üzeyir bəy də deyib, başqa ziyalılarımız da deyib. Amma görünən budur ki, bugün indi biz müxtəlif şəxsləri, qurumları ittiham edirik. Görünən budur ki, bizim problem hardadır? Biz geyimimizi dəyişib, kostyum, qalstuk taxmışıq, amma düşüncə həmin düşüncədir. Düşüncə məktəbdən dəyişir. Düşüncə təhsildən dəyişir, maarifçilikdən dəyişir. Bu yoxdur, bilirsiniz. Bugün bu yoxdur. Biz bu sahədə axsayırıq. Bugün deyil axı, bu elə... Biz bu yerdən axsayırıq. Bizim təhsil sistemi bütövlükdə dəyişməlidir. Biz təhsil sistemimizi tamamilə, yenə də qayıdıram, düzdür, bu həftə ərzində bu müsahibəni vermişdim, bu yöndən yanaşmışdım, amma bir daha yanaşım. Vəzifəyə götürülən, məmur olan insanların avtobiografiyasına baxın, CV-lərinə baxın. Nə yazılıb? Falan xarici universitetə, Harvard, Yale, Stanford, Oxford. Sertifikat alıb, oradan başqa bir şey deyil. Nə olub, lap nə alıb? Bəs Bakı Dövlət Universiteti? Bəs Sənaye Universiteti? Deməli, özümüzə demək, özümüzün təhsilimizin nə qədər bərbad olduğunu özləri də bilir. Yəni. Və ona görə də seçimdə ona üstünlük verir. Nəyi də oxumasın bizim uşaqlar burada? Azərbaycanda oxumasınlar. İmkanı yox da ki, getsin. Sənin imkanın var, özün işləyirsən, övladını da göndərsən orada oxuyur. Sonra da gəlir, hələ o vəzifə tutur, bunun övladı da tutmur vəzifə. Bunu mu edək? Və siz bunu düşünməlisiniz ki, təhsildə üstünlüyü universitetlərin adlarına görə yox, bu millətə, bu dövlətə qulluq xətrinə necə qulluq edəcəyinə görə seçməlisən. Millətə, dövlətə, cəmiyyətə, insanlara qulluq üçün o dediyiniz keyfiyyətlər olmuş olsaydı, dünyanın hər bir yerində prezident olan şəxs pulunu verib, menecer gətirib, ölkə idarə edərdi. Milləti, dövləti yaşatmaq, sevmək, onu bir yerə çatdırmaq üçün ürək lazımdır, ürəkdə olan sevgi lazımdır, millətə bağlılıq lazımdır, dövlətə bağlılıq lazımdır, öz insanına bağlılıq lazımdır. O olmayandan sonra menecerlik heç nəyi dəyişmir. İstəyirsən Harvardı bitir. Sən bu millətin dilini bilməlisən. Sən bu millətin ən kasıbının, ən dəlisinin, ən geridə qalmışının, ən zəifinin dilini bilməlisən. Bax, onda sən bu millətə qulluq etmiş olacaqsan. Yoxsa mən İngilisi bilirəm, Almanı bilirəm, Fransızı bilirəm, Farsı bilirəm, Ərəbi bilirəm. Heç nəyi dəyişmir bu. Nə qədər ki bu millətin dilini bilməmisiniz, nə qədər ki bu millətin ruhunu bilməmisiniz, nə qədər ki bu millətə ürəkdən bağlı olmamışsınız, bu millətə qulluq olmayacaq. Bax, bugün qulluq olunmamanın ən böyük səbəblərindən biri budur. O ruhən, o ürəklə o millətə, o cəmiyyətə bağlı deyirlər. Özlərinin təfəkkürləri belə quldur. Təəssüf. Neyse, mənə elə gəlir. Təşəkkür edirəm. Başqa mövzular var idi, amma biz özümüzdən danışdıq bugün. Belə əziz dostlar, dəyərli izləyicilər, daha bir buraxılışımızın sonuna gəldi. Yayımı bəyənib paylaşın və aşağıda öz fikirlərinizi mütləq yazın. Burada səsləndirilən fikirlər haqqında mənə maraqlıdır ki, bizim tamaşaçılarımız nə düşünür. Ona görə mütləq yazın, sağlıqla qalın.